Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunu. Deməli, yoldaşlar, bu qanunda diqqət yetirməliyik nəyə? Bu qanun, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətin sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati, hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Əsas anlayışlardan penitensiar müəssisə anlayışının izahı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər. Penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi. Deməli, penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikası Cəzaların İcrası məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanun kimlərə şamil edilir? Bu qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra 3 ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. Deməli, qanunun əsas prinsipləri qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr hansılardır? Deməli, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirlər öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Deməli, kimlər bu fəaliyyəti həyata keçirməyə borcludur? Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları və digər müəssisə və təşkilatlar bu fəaliyyəti həyata keçirməyə borcludurlar. Kimlər könüllü iştirak edir? Sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati hüquqi formasına asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilər. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. Deməli, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlər 8 tədbirimiz var. Hansılardır? Birinci, onların qeydiyyata almaq və onlarla hazırlıq işini aparmaq, sosial adaptasiya mərkəzləri yaratmaq, daimi yaşayış sahəsi olmayan və bu qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, təhsil almalarına şərait yaratmaq, şəxsiyyətini təsdiq edən və digər lazımi sənədləri təmin etmək. Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək. Cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. Bu qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. Bu qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan
birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Deməli, cəza çəkməkdən azad edilmiş şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işinin aparılması. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisənin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanında tərəfindən qeydiyyata alınır. Sosial adaptasiya müddəti. Sosial adaptasiya müddəti 1 ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müddət 1 ilədək uzadıla bilər. Burada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı, deməli, Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyidir. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsi qeydiyyata götürüldüyü gündən hesablanır. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri. Cəza çəkməkdən azad edilmiş şəxslər, onlar barəsində qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu qanunda, digər qanunverici aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasına yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilər. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş, yetkinlik yaşına çatmayanların yaşadıkları hallarda cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hal istisna olmaqla qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Bu qanunun 10.1-ci maddəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanının razılığı ilə əlaqədar həmin orqanların qərarı bir iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilir. Qeydiyyata alınmış və yaşayış sahəsi olmayan, cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətində çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilir. Yaşayış sahəsi olmayan şəxslər müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşına uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirə salınmadan həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş, orqanizm funksiyanın 61-100% pozulmasına görə 50 müəyyən edilmiş şəxslər, 62 yaşına çatmış kişilər və 57 yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinə göndərilirlər. Valideyn himayəsindən məhrum olmuş, cəza çəkməkdən azad edilmiş, yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan
və işə düzəlməkdə çətinlik çəkən, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili onların işlə təmin edilməsi sahəsində, o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Yenə Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyi. Cəza çəkməkdən azad edilmiş, himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş, tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüququ vardır. Cəza çəkməkdən azad edilmiş, vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqanın nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrinə qeydiyyata alınır. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar. Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin peşə təhsili və əlavə təhsili, habelə qısa müddətli peşə hazırlıq kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradır. Cəza çəkməkdən azad edilmiş gənclərin əlavə təhsil alması ilə bağlı Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər təhsil müəssisələrinin və internat məktəblərinə yerləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının 4 misli məbləğində birdəfəlik pul müavinəti verilir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji, informasiya yardımı göstərilməsini təmin edir. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər. Bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Qanun dərc edildiyi gündən qüvvəyə minib 31 may 2007-ci il 353 nömrəli qanun.